Hər gün ticarət eləyən treyderlərin üzləşdiyi vəziyyətlərlə bağlı bir neçə məlumat vermək istəyirəm. Çox vacib məlumatlardır. Bu 3 stopun təhlükəsidir. Treyder birinci stopdan sonra, yəni o qədər də əsəbləşmir. Onun ən belə deyək, çox istəyi itirdiyi zərəri geri qaytarmaqdır. İkinci stopdan sonra treyder artıq bir balaca hirslənir, qəzəblənir və mütləq şəkildə riskləri artırır. Risk də artırır, həcmləri artırır, yəni çinləri artırır. Üçüncü stopdan sonra treyder qəzəbli halda olur, qıcıqlı halda olur, artıq özündə olmur və strategiyasını tamamilə unudur. Bu ən təhlükəli stopdur, üçüncü stop. Mən sizə nə tövsiyə edirəm? Çalışın ikinci stopdan sonra bir müddət ara verin. Bacarırsınızsa bir gün ara verin. Yəni o gün ticarət eləməyin. Əgər strategiyanız varsa, demək ki, bugün strategiyanız işləmir. Bazarın qaydaları bugün dəyişib, manipulyasiya var və yaxud başqa bir səbəblər var. Üçüncü stopdan sonra qətiyyən bu ən çətinidir. Yəni üçüncü stopdan sonra trader özünü saxlaya bilmir. Çünki özündə olmur artıq. Hər bir şeyi unudur. Yəni nə etdiyini anlamır. Yəni adekvat halında olmur. O yüzden ikinci stoptan sonra bacarırsınızsa, yəni özünüzdə güc tapın, irada tapın, bir müddət ara verin. Yəni 5 saat, 6 saat. Üçüncü stopdan sonra, bax bu ən çətinidir. O anda artıq nə olursa olsun, özünüzdə güc tapın, ayağa qalxın və o gün və yaxud da ki, növbəti gündə belə deyək, əməliyyat açmayın. Yəni qrafiklərdən uzaq durun. Bu sizin balansınızı mütləq şəkildə qoruyacaq. Növbəti videolarımızda ümumiyyətlə stopa olan yanaşmanı, yəni sizə anladacağım ki, yəni necə yanaşmaq lazımdır stopa. Stop əslində nədir? Niyə bu treyderlər bundan qorxurlar, çəkinirlər? Və bu haqda bir məlumat verəcəm və onun növbəti belə deyək videolarımızda da 3 profitin təhlükəsi ilə bağlı sizə məlumat verəcəm. Səhifəmizi izləyin, yəni çox maraqlı videolarımız olacaq.